Bugün maraqla gözlənilən sual-cavab videosunu çəkirəm. Mənə çoxlu sayda suallar yönəltdiniz və mən də sizə söz verdim ki, hər birini bir videoda cavablayacağam. Elə isə getdik. Dostlar, hər birinizə salam. Mən Mikail. Kanalıma, videoma hər biriniz xoş gəldiniz. İlk olaraq bundan əvvəlki videolarımda mənə dəstək olan, videolarımı bəyənib yazan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Məni çox həvəsləndirdiniz. Bugün də kameranın qarşısına keçdim ki, sizin suallarınızı cavablayım. Ümidvaram ki, yenə maraqlı və faydalı bir video olacaq. Elə isə getdik. Deməli, ilk sualdan başlayaq. Biraz uzun sualdır, hissə-hissə gedəcəm. Getdik. Video əladır, təşəkkürlər. Mən təşəkkür edirəm sizə. Bir də ən çox blok fənlərinə mi vaxt daha çox ayırmalıyıq, ya buraxılışmı? Yəni, açığı qəşəng bir sualdır. Mənə bu sualı çox verirlər. Mən öz şəxsi təcrübəmi deyim. 11-ci sinifdə mən dekabra kimi blok yönümlü getdim. Yanvar, mart ayı buraxılış yönümlü getdim. Zaten geri qalan da blok idi. Niyə? Çünki mən 11-ci sinifdə informatika fənnini çox yaxşı öyrənmişdim. Yəni 11-ci sinifdə o qədər də zəifliyim yox idi. Sadəcə təkrar etdim. 11-ci sinifdə informatika fənnindən əziyyət çəkmədim onun üçün. Məncə siz daha çox buraxılış blok yönümlü deyil də fən yönümlü gedin. Yəni şəxsən mən özüm elə eləyirdim. Çünki məsələn ingilis dilində yaxşılaşdırmışdım deyə, ingilis dilini tutaq ki, 1 saat oxuyacaqdımsa yarım saat oxuyurdum. Riyaziyyatı və yaxud fizikanı yarım saat oxuyacaqdımsa 1 saat oxuyurdum. Belə deyim sizə. Yəni onu deməyə çalışıram ki, məncə, şəxsi fikrimcə blok buraxılış olaraq ayırmayın da fənn olaraq ayırın. Blok buraxılış olaraq siz artıq yanvar ayından falan bölüşdürə bilərsiniz ki, yanvarda məsələn başlayın, buraxılış ağırlıqlı gedin ki, imtahanımız var. Onsuz da martdan sonra bloka üstünlük verəsiniz də. Yəni məncə artıq yanvar ayından buraxılışa üstünlük versəz yaxşı olar, amma dekabrın sonuna kimi siz əldən verməyin heç birini, yəni normal qaydada aparın getsin. Sualın davamını oxuyuram. Necə çatdırmaq olar bir gün ərzində? Yəni axşam, gündüz təbii ki hazırlıqlar olur və günə də 3-dən düşür. Necə çatdırmaq olar? Günə dərsləri, yəni məsələn axşam 8-də gəlirik, gecə 8-də vaxt qalır. Hansı üsulla ki özümüz də əlavə nəsə işləyə bilərik. Məncə bu mövzuda toxunsaz əla olar. Mən 2-ci qrupam və 11-ci sinif bu il, yəni tarix öyrənmək vaxt tələb edir. Onun üçün belə çətinliklər olur. Bu sualı məktəbə gedənlər üçün ayrı cavablayacağam, məktəbə getməyənlər üçün ayrı cavablayacağam ki, hər birinizə aydın olsun. Mən məktəbə gedən bir şagird idim. Nə edirdim? Məktəbə gedirdim, gəlirdim. Günorta hazırlığım olurdu. Gedirdim, gəlirdim. Axşam gəlirdim. 1 saat dincəlirdim. Yəni baxmırdım gecə, səhər və yaxud da gündüz. Yəni elə olurdu, saat 3-ə 4-ə kimi oxuyurdum məcbur qalanda. Amma gücüm çatan qədər, çünki məsələn artıq nə vaxt ki başa düşürdüm mən oxuya bilmirəm, anlaya bilmirəm, dayandırırdım. Səhər tezdən dura bilirdim və yaxud məktəbə getmirdim bir günlük, yəni belə tarazlıqda saxlamağa çalışırdım və onu da deyim ki, bir gündə maksimum 2, yəni ən pis halda 3 fənnə fokuslanın. Elə uşaq var deyir, mən hər gün hər fənnə vaxt ayıracam, o mümkünsüz bir şeydir. Hətta mən 3 fənnin də tərəfdarı deyiləm, 2 fənn olduqca kifayət eləyər deyə düşünürəm. Bir də var məktəbə getməyən şagirdlər, onlar üçün həqiqətən hər şey əladır, narahat olmursunuz. Yəni onsuz da sizin özünüz bilirsiniz də, nə edirsiniz. Gün məktəb olmayandan sonra sadəcə hazırlıqlar və qalan vaxtı evdəsiz də, yəni çalışmağa vaxtınız var. Amma məktəbə getməklə də yüksək nəticə əldə etmək olar. Bir də mən və mənim çoxlu sayda tanışım məktəbə gedərək yaxşı nəticə əldə edib, 600+ bal yığıb, 550+ bal yığıb. Yəni keyfinizi pozmayın ki, məktəbə gedirəm, çatdıra bilməyəcəm, oxuya bilməyəcəm. Hər şey axarına düşür. İlk 1 ay maksimum siz çətinlik çəkərsiniz. Deyirsiniz tarix fənninə hazırlaşıram. Tarix fənninə düzdür, özüm 1-ci qrupam, amma düşünürəm ki, siz gündüz saatlarında oxusa sizin üçün daha yaxşı olacaq. Çünki mən özüm əzbər tələb edən fənləri daha çox gündüz vaxtı oxumağı yaxşı bilirdim. Gecə tam yadımda qalmırdı. Gecə test məşq eləsə sizin üçün daha faydalı olacaq deyə düşünürəm. Yenə də sual var ki, bizdə deyilir ki, plan falan qurmaq əslində mən çox plan qurmuşam, lakin onun birini boş qoyanda adam istər-istəməz həvəsdən düşür. Bu mövzudan da bəhs edərsiniz. Deməli, mən o boş qoyanlardan idim. Yəni 3 aylıq bir plan qurub, ilk həftəni eləyib, qalan həftələri eləməyən bir insan idim şəxsən özüm. Çünki mən planla işləməyi bacarmıram. Baxın,
Yəni bu sizin özünüzdən asılıdır. Siz bir yoxlayın görək, bacarırsınızmı? Disiplininiz varmı? Ola bilər ki, bir gün plana əməl eləməyəsiniz. Yəni normal bir şeydir. Sonrasını toparlaya bilirsinizmi? Məsələn, mən toparlaya bilmirdim. Ona görə də bloka hazırlaşanda plan qurmadım. Çünki buraxılışa qurmuşdum. Heç nə də edə bilmədiyim üçün o plan ilə özüm yəni necə gəlirdi elə də oxuyurdum. Yəni bilirdim də nə oxuyacağam. Plana ehtiyac duymurdum. Plan olanda əməl eləyə bilmirdim. Çünki yəni özüm həvəsdən düşürdüm, istər istəməz. Bir aylıq bir plan qurun, görək avqustda və yaxud indi sentyabrda. Görün bacarırsınız, yəni necə əməl eləyə bilirsinizmi? Bir günü boş qoyub səhərsi gün onun əvəzini eləyə bilirsinizmi? Bir bunu yoxlayın. Alınmasa yenə mənə yazarsınız. Məsləhətləşərik, görək sizin yəni probleminiz nədir? Amma onu deyim ki, plansız çalışan, yəni o demək deyir ki, çalışmır. Mən plansız çalışmışam. Mənim çox tanıdığım uşaqlar da plansız çalışıb. Yaxşı da nəticə yığıb. İnsanın insana dəyişir də. Yəni hamı plana əməl edə biləcək şəkildə xarakterə malik deyil ki, yəni işi çıxa bilər insanın. Amma yerinə əvəzini gətirə bilirsə, hə nə yaxşı. Bacarmırsa artıq o plansız çalışmalıdır. Plansız nədir? Məsələn, biz beynimizdə qururduq ki, sabahını oxuyacağam, onu da eləyirdik. Amma bəzi insanlar var, bir aylığın bütöv qurur və yaxud bir həftəliyin elə çalışır. Mən onu bacara bilmədim. İndi siz bacarsaz, nə gözəl, yəni dediyim kimi də onu bir yoxlayın özünüz. Yazıblar ki, necəsən, keyf al. Sağ olun, yaxşıyam, əlayam, yəni heç bir problem yoxdur, hər şey yaxşıdır. Sonra yazıblar ki, informatikadakı kodlar və fizika ətraflarını necə yazdın? Baxın, şəxsən fizika ətraflarından çox qorxurdum, düşünürdüm ki, yaza bilməyəcəm, problemli olacaq. Düzdür, bal kəsildi məndən, birinin səbəbini bildim, birinin yox, hər nəysə. Amma yenə də yaxşı yazdığımı düşünürəm də, tam balda almışdım. Onu deyim ki, o tədə topluda olan o çətin ətraflı tiplər düşmədi bizə çox şükür. Məncə sizə düşməməlidir. Birincisi, onları elə düşünməyin özü 10-15 dəqiqə vaxt aparır. Qaldı hələ onların izahını yaz. Ya gələ şablon olaraq əzbərləyəsən, ya da ki, sən ultra zəki fizika biliyinə malik olasan, o da ki, demək olar heç kimdə yoxdur. Fizika hamının yaralı yeridir, çox təəssüf. Hə, yəni onu deməyə çalışıram ki, o qədər də qorxma. Sən ötən ilin qəbullarındakı ətraflıları işlə, görəcəksən ki, o qədər də problemli heç nə yoxdur. Həm birinci qrup, həm dördüncü qrup işləmişdim mən və heç bir problem görməmişdim. Düşünürəm ki, yəni sən də bacara bilərsən, niyə də yox. İnformatikadakı kodlar da var idi. Kodlarda mən tam bal almışdım. Python kodlarımda məncə o qədər də çətin düşmür. Nə mənada? 2 il boyunca 10-cu, 11-ci sinif və yaxud tək 11 olsun, heç bir problemi yoxdur. Sən davamlı olaraq kod yazsan və yaxud da ki, yəni kodlara aid testlər işləsən, Python testləri işləsən, heç bir problemin qalmayacaq. Çünki o da şablon gedir. Səmimi deyirəm. Yəni belə düzdür, düşüncə tələb edən şeylər var. Məsələn, mən elə ikinci cəhdə bizə bir ətraflı düşmüşdü. Cavabında funksiya ilə vermişlər. Mən də funksiya qurmağı bacarmırdım da Pythonda, nə yalan deyim. Düşündüm ki, 0 verəcəklər, amma tam bal vermişlər. Mən oraya o qədər qəribə uzun bir kod yazmışdım ki, amma axır ki, cavab gəlib düz çıxırdı da. Yəni sizə də onu deyirəm ki, biraz qəribə yolla gedim, biraz uzun yolla gedim. Amma axırda kompüter onu hesablayanda cavab gəlsin, düzgün çıxsın. Sizə tam bal veriləcək mütləq. Yəni onsuz da blok sxem asan düşür, əksər vaxt yaza biləcəksiniz deyə düşünürəm. Kodlarda dediyim kimi praktika, sadəcə praktika. Məsələn, deyirlər ingilis dilində danışmaq üçün praktika, speaking eləməlisən qarşındakı ilə davamlı olaraq. İnformatikada da bolca koda aid test işləyib kod yazmalısan. Məsələn, sual tipləri var da, indi özünüz bilirsiniz. Tək cütə ilə əlaqəli sual tipləri var, siyahı ilə əlaqəli sual tipləri var. Onlardan biri gəlib düşəcək də, yəni toplumun ətrafından işləyə bilən gedib onu da yazar. Yəni o əlavə nəşriyyatlardakı ətraflılar mənim gözümdə şəxsən gərəksizdir, belə deyim. Bu il yeni toplular çıxacaqmı? İndi işləmədiyim üçün bu sual haqqında heç nə deyə bilməyəcəm. Şəxsən mən çıxacağını düşünmürəm, çünki yəni bu il çıxdı və sosial media xəbər kanalları dağılırdı və məncə çox haqlı idilər. Hər il test çıxarmağın nə mənası var? 200 dənə yeni sual əlavə edirlər onsuz da. Yəni insanların ailə büdcəsinə zərər verməkdən başqa bir şey deyil məncə. Yəni çıxmaz inşallah. Yəni sizin üçün məncə o xeyirli olar, çıxmasın. Maksimum, yəni bəlkə ingilis dilindən çıxa bilər. O da ki, bağışlayar sanki imtahan modeli yəni bu qədər. Yəni məncə qalan heç bir fəndən çıxmamalıdır. Zərərdir ailə büdcəsinə. Digər bir sualı oxuyuram. Nə tərsən vəziyyət zat? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Hər şey əladır məndə. Digər bir sualı oxuyacağam. Səni motivasiya edən şey nədir?
məni motivasiya edən çox bir şey yoxdur deyə düşünürəm. Niyə? Motivasiya gəlib keçicidir, disiplin isə qalıcıdır. Nə mənada? Mən bayaq dedim, hə, plana əməl eləməyə disiplinim yoxdur. Amma bu demək deyil ki, mən disiplinsiz bir insanam. Yəni nə oxuyacağımı bilməsəydim, disiplinli olmasaydım, davamlı olaraq test yazıb məşğul olmasaydım, onsuz da nəticə əldə edə bilməzdim. Yəni mənim motivasiyam təbii ki də universitet. Universitet vloqları, məsələn, universitetdən sizə vloq çəkmək istəyirəm, universitet məsləhətlər vermək istəyirəm. Yəni mən motivasiya edən şeylər daha çox, bəli, universitet idi və yaşayacağım yeni həyat, yeni addımlar, öz ayaqlarımın üstündə durmaq, bunların hər biri təbii ki də yəni motivasiyadır. Bu dediyim kimi də, yəni hazırlaşanda bu motivasiya ilə hazırlaşmırdım, çünki bir müddətdən sonra həqiqətən insan yorulanda artıq gözü heç nə görmür də, sadəcə disiplin olmalıdır, bəli. Yəni mən belə düşünürəm şəxsən, şəxsi fikrimdir. Amma təbii ki də mənə bu düşüncələr xoşbəxt eləyir, orası ayrı məsələ. Digər bir suala keçirəm. 5 il sonra özünü harada görürsən? 5 il sonra böyük ehtimal ki, magistr oxuyuram. Ya inşallah Harisdə oxuyaram, ya da ki Adabanımın birində magistr oxuyaram, manifestlədim. Yəni işimdə peşəkar olmuş olaram inşallah. İstədiyim sahədə iş tapmış olaram. Bu dəqiq bütün arzularımı burada deməyim. Yəni bu qədərini bilsəz bəsdir deyə düşünürəm. Digər bir sual, Qazax vlog gəlsin. Yəni bilmirəm. Bəlkə də Instagram və TikTokdan qısa bir şəkildə gələr. YouTube üçün çox söz verməyim, amma ola da bilər. Niyə də yox, yəni. Sonra bütün dərsləri eyni anda necə yeridirdin? Həmişə hazır olurdun dərsə, elə olmurdu ki, nəsə işin oldu. Niyə olmasın, yəni təbii ki də işim olurdu. Bəzən vaqti hazırlıq dərsini eləyə bilmirdim, çatdıra bilmirdim. Bu hamıda olur, yəni. Amma hər gün olmurdu da. Məsələn, bir dəfə, iki dəfə, yəni ayda bir dəfə, iki dəfəndə ümumi olaraq il ərzində demirəm. Ola bilər, yəni. Niyə də yox? Bütün dərsləri eyni anda necə yeridirdin? Onu deyim ki, ilk 2-3 ay çox yaxşı yeridirdim. Həm motivasiya full, həm enerji full. Amma artıq mən yanvarda falan çökmüşdüm. Hələ bir müddət vaqti yaxşı deyildim. Toparlaya bilmirdim buraxılış vaxtlarını dəyişəndən sonra bizdə. Amma dediyim kimi, bilirsiniz, öz axarına düşəcək deyə düşünürəm. İşim olanda da nə edirdim? Getdiyim yerə aparırdım kitabları. Ha, onu eləyə bilmirəmsə də şey deyirdim. Nədir onun adı? Səhərsi gün oxuyurdum və yaxud gəlirdim gecə oxuyurdum. Olurdu da, bəzən gecə 3-4-ə kimi yatmırdım da. Məcbur qalanda yəni insan hər şeyi eləyir, özünüz də bilirsiniz. Salam, 9-da riyaziyyatda 77 yazan 11-ci sinifdə 100 və ya 90 plus etmə ehtimalı var. Salam, niyə də yoxdur? Məsələn, özümdən danışaq. Mənim üçün ingilis riyaziyyatdan çətin olan bir fənn idi. 9-da ən çox riyaziyyat yazmışdım, ən az ingilis yazmışdım. 78 bal yazmışdım, elə məndə sizə çox yaxın. Amma nə etdim? Həvəsdən düşmədim, çabaladım, gəldim 11-ci sinifdə 100 bal yazdım ingilisdən buraxılış imtahanında. Yəni təbii ki də edə bilərsiniz. Məsələn, riyaziyyatı 77 yazmısınızsa, deməli sizin riyazi bazarınız var, riyaziyyat götürmə qabiliyyətiniz var. Ətraflı yaxşı yazmağa çalışın. Onsuz da qapalı kodlamanı, əgər riyazi biliyiniz varsa yazacaqsınız deyə düşünürəm. Məncə bacara bilərsiniz. Yəni özünüzə güvənin, bolca hazırlaşın. Məsələn, necə deyirlər? Məni örnək götürün demirəm, amma yəni mənim kimi necə deyim, inatçıl olun da bu mövzuda ki, ən az 9-da onu yazmışamsa, gətirəcəm 11-də ən çox onu yazacağam. 90 plus 100. Niyə də yox? Onu yazan məndən artıqdırmı? Mikayıl necə yazdı? Düşünün və yazın. Məncə bacara bilərsiniz. Sonra yenə ona oxşar bir sual. Salam, siz də 9-da riyaziyyatdan 46 bal yığan biri 11-də 75 plus bal yığa bilərmi və necə? Zəhmət olmasa tövsiyə verərdiniz. Əlbəttə bacararsınız. Niyə də yox? Yəni dediyim kimi 30 bal qaldırmaq, yəni əgər sizin riyaziyyat götürmə qabiliyyətiniz varsa, məsuliyyətlisinizsə, çalışqansızsa, olar. Niyə də yox? Yəni canlı nümunələrin çox görmüşəm. Biri də mən və dostlarım, yəni çox var ya, yəni dostlar şeyləməyin, qorxmayın. 9-cu sinif sanki ilk turdur da, yəni ısınma turudur. Bilmirik nə edəcək. Biri də mənim özüm bilmirdim nə edeyim. Belə qalmışdım. Biraz da az yazmışdım. Mənim sizə ümidim tamdır. Məncə bacararsınız. Dediyim kimi buraxılış videoma da baxın məncə. Ondan da faydalanın. Orada dediklərimə əməl eləsəz, testlər işləsəz, məncə bacararsınız. Niyə də yox? Deməli, bir dənə də mövzuya açıqlıq gətirmək istəyirəm. Uşaqlar çox qorxur. 9 balları ilə özlərini çox müqayisə eləyirlər. Mənə YouTube'dan, Instagram'dan çox yazırsınız ki, 9-da ingilis'i bu qədər yazdım, 11-də nə qədər yazaram? 9-da riyaziyyatı bu qədər yazdım, 11-də nə qədər yazaram? Yəni dostlar,
Bunu heç siz də bilə bilmərsiniz, mən də bilə bilmərəm. Sadəcə olaraq sizin əzminizdən, o fənni götürmə qabiliyyətinizdən asılıdır hər şey. Yəni məsuliyyətinizdən asılıdır. Görək yəni siz nə qədər çalışacaqsınız, nə qədər gücünüz çatacaq, axıra kimi davam elətdirə biləcəksinizmi? Bunların hamısı yəni önəmli faktordur. Amma mənim sizə məsləhətim özünüzü 9-cu sinif balınız ilə müqayisə eləməyin. Mən 9-cu sinif balımdan 32-33 bal çox bal toplamışam. Yəni siz daha çoxunu da edə bilərsiniz təbii ki, niyə də yox. Yəni özünüzə güvənin, vallahi güvənin. İnanmaq bacarmağın yarısıdır. Demirəm, güvənin yazacağam, hə, o heç nə çalışmayın. Lakin güvənib çalışsanız nəticəsini ala bilərsiniz, deyirəm mən sizlərə. Və gəldik hər birinizin mənə yazdığı o suallara, yəni hər videomun altına yazırsınız. Başlayıram. Neçənci qrupsan? Dostlar, mən birinci qrup, riyaziyyat, informatika üzrə hazırlaşmışam. Daha sonra buraxılış, blok bir yerdə ümumi neçə balım oldu? Dostlar, mən 632.9 bal topladım ümumi. Yəni, yaxşı bal olduğunu düşünürəm. Düzdür, biraz daha da çox ola bilərdi, çox olmaq istəyərdim. Amma çox şükür istədiyim ixtisasa, istədiyim yerdə düşəcəm. Mənim üçün yəni kifayətdir və imtahan sadəcə biliyi ölçmür, yəni sizin orada stres idarə etmə qabiliyyətiniz də var. Həmin günkü halınız da ola bilər, yəni xəstə də ola bilərsiniz, narahat da ola bilərsiniz. Yəni özünüzü bal ilə müqayisə eləməyin. Başa düşürəm, hər kəsin hədəfi, məqsədi fərqlidir. Yəni hə, mənim balıma da hər kəs deyir ki, nə yaxşı balım vardı, niyə narazısan? Amma yəni məsələn də mən deyirəm ki, daha da yaxşı ola bilərdi, niyə də yox. Yəni amma sonra da dönüb deyirəm ki, yəni sən bu qədər bacarmısan da, yəni bu qədər çalışmısan. Bu da sənin əməyinin qarşılığı. Niyə onu pisləyəsən ki, başqalarının ayağının altına verəsən ki, və yaxud da eynən də özümü, yəni siz də bunu eləməyin, qətiyyən. Heç kimin dəyəri bal ilə ölçülmür. Yəni bal 1 ay 2 ay danışılar maksimum, sonra onsuz da itib gedəcək. Yəni kef pozmağa dəyməz. Düşünürəm ki, heç nə bizdən dəyərli deyil. Sadəcə olaraq biz çalışaq, əlimizdən gələni edək. İnşallah da əməyimizin qarşılığını alacağıq bir gün. Beləliklə ilk sual-cavab videosunun sonuna gəldik, çatdıq. Mənim üçün maraqlı bir video oldu. Ümidvaram ki, sizin üçün də maraqlı və faydalı bir video olmuşdur. Kanalıma abunə olmağı, videonu bəyənib paylaşmağı unutmayın. Ilərdə yenə suallarınızı verə bilərsiniz. Hər birini cavablayacağam. Sağ olun, hələlik.